Salam əziz izləyicilər. Bu gördüyünüz 5 otaqlı əsas mərkəzi yola yaxın mini villamız yeni satışdadır. 5 otaqlı 160 kvadratdır. Əziz izləyicilər, deməli darvazanın üst yağışlığı qoruyucu krişa damına da düzəlmiş gözəl modeldə. Yolu da bildiyiniz və gördüyünüz kimi asfaltdır. Yanında da başqa evimiz var. Bu evdən bu 148 mindir. Bunun həyətindən yəni evin kvadratından böyük kvadratda evimiz var. 2 ədəd evimiz də var. Onun kvadratda böyükdür. Onlar 158 mindir. Bu ev isə 148 min manatdır. Paket kupçalı, ipoteka yararlı. Bax, belə bir gözəl dizaynda 2 mərtəbə 5 otaqlı 160 kvadratdır. Evin də torpağın da kupsası var. Həyətinə də ən azı əzləzə bir 3 maşın daxil olur. Evlər arasında məsafə də var. Evin hər tərəfinə gəzmək olur. Qoy göstərim, belə aşağı olmasın. Evin hər tərəfdən baxın belə bir 1 metrdən çox məsafə verilibdir. Əsas Masazırda, Abşeron rayon Masazır qəsəbəsinin əsas küçəsi var, mərkəzi yol. Əliağa Vahid küçəsi deyirlər. Əsas mərkəzi yol. Yəni bu yoldan Novxanaya gedirsən, bu yoldan Sumqayıta gedirsən. Əsas mərkəzi yoldan 30-40 metr məsafə. 30-40 metr məsafə. Bax, bu 2 mərtəbə arası monolit beton, birinci mərtəbə isti poldur. İkinci mərtəbə radiator sistemi. Bax, bu gözəl evimiz yeni satışa çıxarıldı. Əziz izləyicilər, 148 min manata evin də torpağın da kupçası var. İpotekaya da yararlıdır. İpoteka ilə götürmək istəyən müştərilərimiz birinci bankla danışın. Əgər sizə ipotekaya ev götürməyə icazə verirsə, yararlıysa iş sisteminiz inşallah yararlana bilərsiniz əziz izləyicilər. Ev birinci mərtəbə hamısı gördüyünüz qranit daşlardandır. Otaqlar bircə laminatdır. Deməli, pləşən belə bir gözəl dizayndadır. Pləşənin altında qladovkada yığılıbdır. Birinci mərtəbə isti poldur. Əziz izləyicilər, görürsünüz, isti polun da sistemi buradadır. Gördüyünüz kimi. Pləşənin altında istifadə edə bilərsiniz. İstədiyiniz kimi paltar, ayaqqabı, bankalar da yığa bilərsiniz inşallah. Bax, bu birinci mərtəbənin qonaq otağıdır. Pəncərəsi də öz həyətinə baxır. TV stendinə qədər də yığılıbdır. 160 kvadratdır öz pəncərəsi. Gördüyünüz kimi pəncərə öz həyətinə baxır. Heç bir qonşun pəncərəsi sizin həyətinizə baxmır. Pəncərə öz həyətinizə baxır əziz izləyicilər. Deməli, bura qonaq otağıdır. 160 kvadratdır. Hər mərtəbəsi 80-85 kvadratdır. Sağda da bax, burada mətbəxtidir. Onun pəncərəsi öz həyətinə baxır. Bura mətbəxdir. Bu isə də birinci yataq otağıdır. Birinci mərtəbədə və hər mərtəbədə hamam otağı var. Hər mərtəbə hamam otağı var. Birinci və ikinci mərtəbədə hamam otağı var. Bir dənə daxili qapıları qalıb. Onlar da qoyulub veriləcək tezliklə bir günə əziz izləyicilər. Deməli, pləşənin lakı təzə vurulub deyən. Ayaqqabımı çıxartdım, qış ayıdır, hava soyuqdur. Bura balkona çıxan hissəsidir. Bura ikinci mərtəbənin birinci yataq otağıdır. Ola bilər, telefonda biraz otaqlar balaca görsənə bilər. Pləşən hissəsinin üst hissəsi, burada pəncərə yerləşdirilibdir. Deməli, buradan bir dənə qapağı qalıb. Bu da dama çıxan çıxışıdır. İkinci mərtəbənin hamam otağıdır. Bura ikinci mərtəbənin hamam otağıdır. 160 kvadratdır. Qiymət 148 min manata. Bu da qonaq otağının üstündəki, bax, böyük belə bir yataq otağıdır. İstilik sistemdə ikinci mərtəbədə kombi radiatorlar quraşdırasın, amma birinci mərtəbəyə radiatora ehtiyac yoxdur. Birinci mərtəbə hamısı isti poldur. Kombi sistemi poldan istiliyi verəcək, gizli pərdəsinə gələn şəbəkə pəncərəsi qoşa kubiklə inşa olunub. Mərtəbə arası, yəni 1 ilə 2-ni ayıran mərtəbə arası beton verilib. Monolit betondur. Əziz izləyicilər, paket kupçadır. Torpağın da, evin də kupçası var. Bu da 3-cü yataq otağımızdır. 3-cü yataq otağı, 2-ci mərtəbənin 3-cü yataq otağı. Bu isə də balkondur əziz izləyicilər. Burada balkonudur. Qiymət 148 min manata
148 min manat. Nömrəmiz WhatsApp sənki eyni nömrədir 054 73 45 09. Əsas yola, mərkəzi yola 30-40 metr məsafədə ev istəyən müştərilərimizə gözəl fürsətdir. Nömrəmiz 054 73 45 09. Satışda başqa evlərimiz də var. Nəqd və kreditlə təmirli və təmirsiz. Satlasa əmlakı varsa müraciət edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun, Allah sizi qorusun.